Mən əvvəllər elə bilirdim ki, mən heç vaxt ölməyəcəyəm. Yenə Hacı Şahinə rəhmət deyirəm. Elə bilirdim Hacı Şahinin əli o da deyir. Əli ölüm qonşu üçündür, qohum üçündür, filan kəs üçündür. Mən dərk eləyəndən sonra getdim özümə məzar qazatdım. Nə danışırsınız? Valla. Qazıtdım məzarını. Çox şeylər var burada. Mənim üçün o məzar məktəbdir, dərsdir, ibrətdir. Gedirəm, baxıram, deyirəm, heç kimin xətrinə dəymə ya. Bundan sonra heç kimin xətrinə dəymə ya. Bura gələcəksən ha. Qoyub gedəcəklər. Yaxınlarımız qoyub geçəcək bizi. Allaha and olsun belədir. Bəlkə də səni dəfn olunandan sonra gedəcək qonaqlığa. Hamısı gedəcək. Qalacaqsan sən, Allah'ın. Ayaq amizə mən də oradan məzar qazıtdım. Vallahi qazatdırmışam. Atam, anamın yanında. Məzarımı qazatdırmışam, hazır. Çox şeylərlə fikirləşmişəm. Elə bir olur ki, filan kəs gedir rəhmətə, yağış tökür. Hə də bunun da qəbrini qazımaq lazımdır, filan kəs gəldi, giyindilər, lapatkanı vura-vura, bu da vaxt tapdı ölməyə də. Vallah belədir, həqiqət budur. Həqiqət budur. Hər incəliyə qədər düşünüb. Bəzi adamlar deyir, mənə bəlkə təyyarədə öldü. Dedim, onun üçün fikir eləmir, ora qoymağa adam tapılmayacaq. Mən olmaram, başqasını qoyanlar. Bir də bizim şansımız odur ki, böyük şansımız, laf böyük şansımız. Bizim Allah bağışlayan Allah'dır. Rəhimli Allah'dır. Allah'a and olsun. Elə bəlalardan saxlayıb Allah məni ki, mən bundan sonra 100 ildə səcdəyə getsəm, namaz qılsam Allah'ın verdikləri ilə, mənə verdiyi neymətlərindən, borcundan çıxa bilmərəm. İnşallah atamızı da, anamızı da, yaxınlarımızı da Allah hamını bağışlayacaq. Mən 90%, 95% özlüyümdə əminliyi var. Məni də bağışlayacaq, səni də bağışlayacaq, sizi də bağışlayacaq, sizi də bağışlayacaq. Rəhimlidir Allah. Ancaq şükr eləmək lazımdır Allah'a. Allah'a and olsun, Mehdinin canı üçün. O qədər işlər olub cavanlıqda alınmayıb. Aylarla gedib çorta getmişəm, fikir eləmişəm. Bugün baxıram, deyirəm, Allah sənə şükür olsun.